Bismillahirrahmanirrahim qardaşlar. Allah Teala İxlas surəsində 4-lü üstündə bütün İxlas surəsinin sistemin qurub. İndi gəlin baxaq. Bismillahirrahmanirrahim. Allahın adıyla. Hansı Allahın? Rahman və Rahim olan Allahın adıyla. Bir də o hansı Allahdır? Qul huvallahu əhəddir ki, o Allah əhəddir. Üçüncü artıq Allah Teala öz adını əhəd olaraq bildirir. Allahu Samad. Allah Samaddır, bir ehtiyacdır. Fikir verin 4 dəfə Allah Teala hansı Allahdan söhbət getdiyini bildirir ki, Allahın adını açıqlanmasını 4 dəfə deyir. Rahman, Rahim, Əhəd və Samad. Yəni o Allah bu 4 ada sahibdir. Yəni fikir verin, bəs 4 dəfədə sahib olmadığı adını deyir ki, o ada sahib deyil. Ləm yəlid doğmayıb, yəni o doğulan deyil, doğmayıbdır, bu ada sahibdir, amma yəlid deyil, doğan deyil. Və ləm yulət və doğulmayıb, yəni adıdır, amma sanki o adın sahib olmadığını bildirir, həm də sahibliyin bildirir. Ləm yəlid və ləm yulət, doğmayıb və doğulmayıb. Yəni doğan deyil, ha, bu ada sahib deyil. Doğulan deyil, ha, bu ada sahib deyil. Fikir verin, yəni artıq adı, başqa adı inkar edərək başqa ad çıxardır. Və ləm yəkun ləhu kufuvan əhəd. Onun bir tayı yoxdur. Siz deyirsiniz ki, axı burada üçlük var. Üçlük deyil. Fikir verin. Və ləm yəkun ləhu. Ona olmayıb ona. Kufuvan tay. Ona tay olmayıb. Bu artıq üçüncü Allah Teala'nın öz adının başqa cür şəkildə bildirdiyidir ki, vələm yakun ləhu kufuvan, onun tayı olmayıb. Amma burada artıq bir dənə də əhəd kəlməsi var ki, onun bir tayı olmayıb. Yəni Allahın tayı olmayıb, hətta bir tayı belə olmayıb. Fikir verin, burada 2 dənə ad iç-içə gedir. Vələm yakun ləhu kufuvan, onun tayı olmayıb. Hətta sonra da sanki belə deyir ki, vələm yakun ləhu kufuvan əhəd, onun bir tayı olmayıb. Yəni burada vələm yakun ləhu kufuvan əhəddə sanki 2 dənə adın olmadığından, onun tayı olmayıb, onun bir tayı olmayıb deyərək 2 adını təsdiqləyir və 2 dənə də ada məxsus olmadığını, yəni tayının olmadığını təsdiqləyir. Yəni burada 4 dənə adı görərsiniz ki, 4 dənə ad gedir. Amma indi gəlin baxaq görək, elə bu 4-lü elə bundan ibarətdirmi? Xeyr, bundan ibarət deyil. Gəlin artıq biz burada buna başqa cürdə baxaq. Fikir verin, yəni şəms hərfləri. Şəms hərfləri 4 dənə şəms hərfi var İxlas surəsində. Əgər biz Bismillahirrahmanirrahim İxlasın kənarından çıxarsaq ki, çıxarda bilərik İxlas surəsi 4 dənə ayədən ibarətdir. Onda biz burada 4 dənə şəms hərfi görərik. Ləm, sad, dəl və nun. Fikir versiniz 4 dənə yalnız şəms hərfi var. Ləm, sad, dəl və nun. Və ilk qarşılaşdığımız qul kəlməsidir ki, burada ləm hərfi təşdidsiz gəlir. Sonra ilk qarşılaşdığımız hərf sad hərfidir ki, burada ləm hərfi təşdidlə gəlir. Və biz də bunu təşdidlə yazarıqsa və ilk qarşılaşdığımız hərf dəl hərfidir ki, burada yazmama baxmayın, hətta belə də yazmaq olar. Dəl hərfidir ki, və o da təşdidsiz gəlir və nun hərfidir ki, təşdidsiz gəlir. Deməli, bu 4 hərfi görürük və bunun rəqəmsal dəyərinə baxaraq, yəni necə ilk görmüşüksə o cür. Ləm 30, sad 90 və 90 elədi 180, çünki sadı biz təşdidlə gördük. Dəl hərfi 4, nun hərfi 50. Neçə elədi? 264. Qardaşlar, 264 4-ə bölüləndə qalıq qalmayan bir rəqəmsal sistemdir. Həm də Həzrəti Mehdiyə yaxın bir, Həzrəti Mehdinin təmsil edən yaxın bir rəqəmdir. 255, 258, 260 Həzrəti Mehdinin doğum rəqəmləridir ki, bu da fikir verin sanki o rəqəmlərə yaxın bir rəqəmdir. Və bundan əlavə biz burada yalnız 4 şəms hərfi gördük, yəni 4-lük gördük. Bəs yaxşı, əslində Bismillahirrahmanirrahimə baxsaq,
sin hərfi və ra hərfi ilə qarşılaşardıq ki, 6 hərf olardı. Və bu 6 hərfin rəqəmsal dəyəri sin 60, ra 200, ləm 30, sad 90, dəl 4 və nun 50-dir. Biz bunlara bu rəqəmsal sistemlə baxsaq nə olar? 434. Fikir verin, 434. 4-ə bölüləndə qalıq qalır. Amma burada bir rəqəmsal möcüzə budur ki, həm 400 ilə əvvəldə 4-dür, axırda 4-dür. Biz 2 dənə 4 görürük. Yəni, İxlas surəsində 4 rəqəminin möcüzəsindən danışıram sizə. İndi yaxşı, deməli şəms hərfindən keçdik artıq İxlas surəsi və onun 4-lü sisteminin başqa tərəflərinə. Görək artıq burada ayrı nə görə bilərik. Fikir verin. Yenə İxlas surəsidir. Dodaq hərfləri var. 4 dənə dodaq hərfi var. Fikir verin. Bə, mim, vav və fə də dodaq hərfidir. Alt fədə üstdəki dodaq altdakı dişlərə dəyir. Deməli, fə hərfi yarımçıq olsa da, tam olmasa da, yarımçıq olsa da dodaq hərfinə aid edilir. 4 dənə dodaq hərfi görürük. Fikir verin, tam İxlas surəsinin 4-lü rəqəm sisteminə ilə danışıram sizə. Birdən anlamazsınız ki, nə deyirəm. Və biz burada baxanda ki, bu rəqəmsal sistemdə 4 dənə dodaq hərfi ki var İxlas surəsində, rəqəmsal sistemi bə əbcəddə 2-dir, mim 40-dır, vav 6-dır, fə 80-dir. Neçə elədir? 128. 128 4-ə bölüləndə qalıq qalmır. Və əlavə, biz burada işlənən hərflərə baxsaq, bə, mim, vav, mim, vav, mim, vav, mim, vav, mim, fə, dodaq hərfi, fə və vav. Bunlara baxsaq, görərik ki, burada işlənən hərflər və bunlardır. Bə rəqəmsal dəyəri 2-dir, mim 40-dır, mim 40-dır, mim 40-dır, vav 6-dır. Bax, bu cür belə baxsaq, bunların rəqəmsal dəyərinə biz nə ilə qarşılaşarıq? 392 ilə. 392 qardaşlar, 4-ə bölünəndə qalıq qalmır. Fikir verin, görün, İxlas surəsini Allah Teala necə yaradıb ki, tam bir 4-lü sistemin içərisindədir. Amma elə bununla qutarılmı? Xeyr. İndi gəlin, baxaq görək, İxlas surəsində olan qalın hərflər neçə dənədir? Ra, sad, qaf və ləm hərfləri qalın hərflərdir. Ləm hərfi bəzən qalın oxunar, ra hərfi bəzən qalın oxunar, bəzən nəzik oxunar. Amma İxlas surəsində bir neçə yerdə qalın oxunduğuna görə biz ləm hərfi İxlas surəsində qalın hərf olub deyə bilərik ki, bir çox yerdə, məsələn, Bismillahdə təşdidli ləmdə, Qul huvəllahu əhəddə təşdidli ləmdə, Allahus-səməddə təşdidli ləmdə qalın gəlir. Ra isə burada yalnız 2 yerdə gəlir və qalın gəlir. Deməli, İxlas surəsində yalnız 4 dənə qalın hərf var ki, üstündə fətə gələndə ağlaşır. Bəs qalın hərflər neçədir? Xadır, radır, saddır, daddır, tadır, zadır, qayndır, qafdır, ləmdir. Amma bu hərflərin yalnız 4 dənəsi İxlas surəsində gəlir. Fikir verin, yalnız Allah Teala 4-lüyə burada işarə edir. Və bu hərflərə biz baxanda burada görərik ki, bu İxlas surəsində gələn qalın hərfləri görə bilərik ki, neçə dənə qalın hərf gəlib. İndi ondan sonra biz bu qalın hərflərin rəqəmsal dəyərinə baxanda ləm 30-dur, ra 200-dür, ra 200-dür, qaf 100-dür, ləm 30-dur, ləm 30-dur, sad 90-dır. Yəni, İxlasda gələn qalın hərflərdir. İl 680 İmam Hüseyin ağanın şəhadət tarixi gəlir. İmam Hüseyin ağanın şəhadət tarixi gəlir. Fikir versiniz, yenə də Əhl-i Beytdə 5 Əhl-i Beyt üzvü var idi. Peyğəmbər, Fatimə, Həsən, Hüseyin və Əli. Salam olsun hamısına və salavat olsun onlara və pak Əhl-i Beytə. Fikir verin, yəni ki, 5 Əhl-i Beytin üzvü 4'ü kişi idi. Fikir verin, 4'ü kişi idi. Yəni 4'lüklə yoxlaşır və bu 4-cü olan kişi cinsi Peyğəmbər, Əli, Fatimə, Həsən, Hüseyin 4-cü. Onun son rəqəmi gəlir 680. 680-də 4-ə bölünəndə qalmır. Amma biz ümumən bura baxsaq ki, 680 üstünə 124 gəlsək də 804 eləyir. 804 də 4-ə bölünəndə qalmır. Deyərsiniz, 124'ü hardan aldın? Bax, əziz qardaşlar, deməli, əbcəd rəqəm sistemində ləm 30'dur.
əlifba sırasında 23-cü yerdədir. Ra hərfi əbcəd rəqəm sistemində 200-dür, əlifba sırasında 10-cu yerdədir. Və biz bu cür baxsaq, məsələn, qaf hərfi 100-dür əbcəd rəqəm sistemində. Əlifba sırasında 21-ci yerdədir. Ləm yenə 23, ləm yenə 23. Sad hərfi 90-dır əbcəd rəqəm sistemində, amma 14-cü yerdədir. Əlifba sırasında eləyir 124. Və biz bu cür baxanda eləyir, deməli 680 üstünə gəlirik, əbcəd hesabına 680 üstünə gəlirik. Əlifba sırasında olan 124-dür. Bu da eləyir 804. Və əgər biz əlifba sırasını hesablamasaq, elə 680-in üstünə birbaşa 30-u, 200-ü, 200-ü, 30-u, 30-u və 90-ı gəlsək, yəni 580-i gəlsək, yenə 1260 eləyərdi ki, bu da 4-ə bölüləndə qalıq qalmır. İndi siz deyərsiniz ki, nə üçün bax bu 30, 200, 200, 30, 30 və 90 adını çəkdim. Bunu necə, hardan tapdım? Bax, bu necə oldu ki, 580 eldir? Bu hansı rəqəm sistemidir? Bu, əziz qardaşlar, təşdiddir. Məsələn, sad hərfini 90 hesablamışdıq. İxlas surəsində təşdidlə gəlib, bir dənə də 90 dedik. Məsələn, ləm hərfi 1, 2 və 3 yerdə təşdidlə gəlib, biz də ona görə ləm hərfini 30, 30 və 30 dedik. Ra hərfi 2 yerdə təşdidlə gəlib, biz ona görə və ra hərfi təşdidlə gəlib, biz ona görə də ra hərfini 200, 200 daha da artırdıq. Yəni, biz bunları İxlas surəsində gələn bu hərfləri biz əgər deməli təşdidlə oxusaq da, bunun yenə rəqəmsal dəyəri artıq 580 edir, 680 üstünə gələndə, bu da yenə 1267, yəni 4-ə bölüləndə qalıq qalmır. Bunlar hamısı, məsələn, göstərir ki, İxlas surəsi dörtlüyün üstündədir. İxlas surəsində başqa bir dörtlüyün üstündə olan sistemi göstərmək istəyirəm. Deməli, ərəblərdə 4 cür yazılan hərf var, bir də 2 cür. Əlif, ra, zə, vav, dəl və zəl hərfləri. Bu hərflər, deməli, bu 6 hərfin 2 cür yazılır. Amma İxlas surəsində 6-sı gəlibmi? Xeyr. Əlif, ra, vav və dəl gəlib. Yəni, 2 cür yazılan hərflər də yalnız 4 dənə gəlib. İxlas surəsində bir dörtlük sistemində gəlibdir. İndi fikir verin, biz əgər bu 4 dənə hərf 2 cür yazılır və bunlar əlif, ra, dəl və vavdır, biz baxsaq, İxlas surəsində baxsaq görərik ki, bu hərflər, məsələn, rəqəmsal dəyəri ləm 10 dəfə gəlib, ra 2 dəfə gəlib, dəl 5 dəfə gəlib və vav hərfi 30 dəfə gəlib. Fikir verir, məsələn, nə üçün əlif dedim 10 dəfə gəlib? Biz 1 əlif, 2 əlif, 3 əlif, 4 əlif, 5 əlif, 6 əlif, 7, 8, 9, 10. 10 dəfə əlif gəlib. Məsələn, ra nəyə görə dedim 2 dəfə ra gəlib, Bismillahirrahmanirrahim, bir dəfə ra gəlib, bir dəfə ra gəlib. Biz bu cür hesablasaq 460 eləyir. Yəni, İxlas surəsində gələn 2 cür yazılan hərfləri hesablayırıq. 460. 460 da 4-ə bölüləndə qalıq qalmır. Və biz ümumən həmən bu hərflərə əgər biz baxsaq ki, elə bir dənə hesablasaq, əlif 1-dir, ra 200-dür, dəl əbcəd rəqəm sistemində 4-dür, vav əbcəd rəqəm sistemində 6-dır. Bu da elədi 211, amma rəqəmsal sistemin biri də əlifba sırasıdır, qardaşlar. Demək, əlifba sırasında əbcəd rəqəm sistemində də əlif 1-dir. Əlifba sırasında da əlif 1-dir. Ra hərfi əbcəd rəqəm sistemində 200-dür, amma əlifba sırasında 10-dur. Dəl hərfi əbcəd rəqəm sistemində 4-dür, əlifba sırasında 8-dir. Vav hərfi əbcəd rəqəm sistemində 6-dır, amma 26-cı hərfdir. Biz bu cürdə baxsaq ki, əlifba sırasında neçə rəqəmlə qarşılaşırıq? 45 rəqəmini alırıq, yəni bərabərdir 45-ə. Ra 2 cür yazılan hərflərin rəqəmsal dəyəri. Biz 211 ilə 45-i toplayanda 256 edirik. 256 yenə 4-ə bölüləndə qalıq qalmır. Fikir verin, yəni Həzrəti Mehdinin doğulma tarixlərinə yaxın bir tarixdən yəni görsənir və 4-ə bölüləndə qalıq qalmır. Bəs İxlas surəsində, qardaşlar, biz neçə dənə fiil və neçə dənə isim görürük? 4 fiil, 4 isim görürük. Gəlin baxaq. Əgər Bismillahirrahmanirrahim saymasaq,
əsas İxlas surəsinin kökünə odaqlansaq, kökü 4 ayədir. Qul kəlməsi, yaşılla yazılan qul kəlməsi isimdir. Deməli, yox, qul kəlməsi feildir. Amma əmr edən feili qul, yəni dinən, danış, qul. Əmr edici feildir. Ləm yəlid doğmayıb və ləm yulad doğulmayıb. Bu ikisi də feildir. Nəyinsə, hansısa feilin baş vermədiyini bildirir. Və ləm yakun olmayıb. Nəyinsə olmadığın, hansısa bir feilin baş vermədiyini göstərir. Yəni 4 feili var və 4 dənə də isim var. Allah, Əhəd, Saməd və Kufuvən. Yəni Kufuvən tay deməkdir. İsimdir. Saməd Allahın ismidir. Allahın ismidir. Əhəd Allahın ismidir. Deyərsiniz, axı burada da Allah var. Artıq bir dənə varsa, ikincini biz saymasaq. Yəni burada da deyərsiniz, Əhəd var. Əhəd artıq birini saydıq. Yəni fikir verin, 4 isim və 4 feillə qarşılaşırıq. Yəni bu dördlüklər hamısı İxlas surəsində dördlük sistemlərlə biz qarşılaşırıq ki, hamısı dördlükdən ibarətdir. Hamısı 4 rəqəmini göstərir. Yaxşı, elə isə biz gəlin baxaq görək. İxlas surəsində yenə neçə dördlük görə bilərik? Biz İxlas surəsində İxlasın rəqəmsal dəyərinə baxsaq, məsələn, B hərfi bir dəfə gəlib İxlas surəsində. Bismillahirrahmanirrahimdəki B. Hərfin adını yazanda B 2 əlif 1 elədir 3. 3 vur 1 bərabərdir 3-ə. Sin hərfi Bismillah'da ikinci hərf, İxlas surəsində ikinci hərfdir sin hərfi. Və sin hərfin adını yazanda sin, yə və nun yazılar. Sin 60'dır, yə 10'dur, nun 50'dir. Və bu rəqəmsal sistemlə baxanda 120 edir. Bir dəfə gəlib. Biri vurursan 120'ye yenə ki 120 edir. Mim hərfi 7 dəfə gəlib İxlas surəsində. Və rəqəmsal dəyəri 90'dır. Çünki mim 90, 40'dır, mim yenə 40'dır, yə hərfi oxunmur. 40 və 40 elədir. Yox, yə hərfi də oxunur. Deməli, neçə elədir? Cəmi elədir 90. Yəni, bütün hərfləri oxuyanda. Əlif hərfi 9 dəfə gəlib İxlas surəsində. Əgər biz Bismillahirrahmanirrahimdəki Rahman kəlməsindəki əlifi məqsuranı əlif kimi oxumasaq, oxuya da bilərik, oxumaya da bilərik. Əgər oxumasaq, bunun da əlif 1, ləm 30, fə 80'dir. Bunun rəqəmsal dəyəri 111'dir. 111'dir. İndi deyərsiniz ki, bunlar məsələn nə olsun? Bunları məsələn ləm hərfi 30'dur rəqəmsal dəyəri. Hərfin adı yazılanda ləm 30'dur, əlif 1'dir, mim 40'dır. 16 dəfə gəlib, 16'nı vurduq 71'ə, edir 1136 və bu cür hesablayıb baxanda fikir verin, bunları özünüz də hesablaya bilərsiniz. Məsələn, fə hərfi 80 əliflə yazılar, elədir 81. Və bunun cəmi deyərsiniz ki, nə olsun, bunun cəmi nəyə gəldi ki? Bunun cəmi 4411'ə gəldi. Fikir versiniz, yenə 4 rəqəmi ilə qarşılaşırıq və 1 rəqəmləri ilə qarşılaşırıq. Çünki Allahın birliyindən və onun yaratdığının 4 növ olduğundan göstərir. Od, su, torpaq və hava fikir verin. Yəni dördlükdən və 1 olan Allahdan danışır. Və biz burada onun üstünə 13'ü toplasaq, 13 nədir? 13 İxlas surəsində, əziz qardaşlar, məsələn, İxlas surəsində bir dənə vav olur. Təcvid alimləri tərəfindən bir dənə kiçik bir vav yazarlar. Kiçik vav ki, ləhu deyib biraz uzat. Vav hərfinin rəqəmsal dəyəri 13'dür. Niyə 13'dür? Çünki vav hərfi 13, 6 topla 6 topla 1'dir. Əbcəd rəqəm sistemində dəyər elədir 13. Yəni 4411'in üstünə 13 gələndə 4424 yaranır. Və biz onun üstünə 20 gəlsək 4444 eləyir. Sizə deyəsiniz ki, baxın 4444'ü necə aldın? Bu 4 dənə 4'ü necə aldın İxlas surəsində? 20'ni necə tapdın ki, ora qoydun? Məsələn, mən sizə göstərmək istəyirəm ki, 20'ni necə ora tapa bildim. Bax, fikir verin, İxlas surəsində qutbu cəld hərflər, qəlqələ deyilən hərflər var ki, bu da dəl hərflərində gəlir. Qul huvəllahu əhəd, Allahus saməd, ləm yəlid və ləm yulad və ləm yəkun ləhu kufuven əhəd. Birinci dəl, ikinci dəl, üçüncü dəl, dördüncü dəl, beşinci dəl. Dəlin də rəqəmsal dəyəri 4'dür. 4. Yəni şiddətlə deyilir. Deməli, özündən başqa dəl sanki bir dənə də sanki orada içəridə bir dənə dəl var.
Yəni sanki burada qul huvallahu əhad deyiləndə 4 topla 4 yaranır. Sanki 2 dənə, bu 5 dənə 4-ümdə 20 eləyir. Əgər biz bu cür təcvid elmi ilə baxsaq İxlas surəsinə, biz deyə bilərik ki, 4424-ün üstünə, bəli, 4 vur 5 bərabərdir 20, yəni 20 gələ bilərik. Bu da 4444 eləyir. Yəni bu nəyə göstərir? Deməli, İxlas surəsinin tam başda yəni o dördlü sistemin içindədir. İxlas surəsində 4 dənə ayədən ibarətdir və s. Və bu haqda başqa mən deməli YouTube-da, TikTok-da videolarım da var. Bu bundan qurtarmır.